2013-cü ildə Respublikanın bütün bölgələrində olduğu kimi Astara rayonunda da inkişaf və tərəqqi meylləri davam etdirilib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair birinci və ikinci dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu və tikinti, quruculuq, abadlıq layihələrinin zənginliyi ilə yadda qaldı. Əhalinin firavan yaşamasını təmin eləmək üçün infrastrukturun yaxşılaşdırılması idarə etmədə əhəmiyyətli yer tutur. Burada su və yol təsərrüfatı, qaz və işıq enerjisinin təminatı kimi məsələlər böyük layihələrin həyata keçirilməsini tələb eləyir. Astarada məhz bu sahədə proqram çərçivəsində böyük işlər görülüb. Rayon mərkəzi və bölgələrdə qaz kəməri yeni borulardan əvəz olunub. Bu ilin ötən dövründə magistral qaz kəmərləri sahələrinin obyektlərində tənzimləyici qurğular, kranlar, sirtmələr dəyişdirilib və təmir olunub. Sabirabad, Saatlı və İmişli rayonlarının, o cümlədən Cənub-Qərb regionunda yerləşən mühüm sənaye obyektlərini təbii qazla təmin edən Astara magistral qaz kəmərləri sahəsinə aid 530 mm-lik Azad kənd İmişli magistral qaz kəmərinin 2250 metr uzunluğunda hissəsində aparılan yenidən qurma işlərinin nəzərdə tutulduğu vaxtdan tez başa çatdırılması gözlənilir. Rayonun mövcud 92 yaşayış məntəqəsinin 33 yaşayış məntəqəsi qazla tamamilə təmin edilmiş. Bu da 19.940 nəfər əhali təsərrüfatının, ailə təsərrüfatlarının 72%-ni təşkil edir. Digər qalan ərazilər hansı ki, dağ massivində yerləşdiyi üçün onların da qazlaşması üçün layihələr çəkilmiş və növbəti illərdə icrası təmin ediləcək. Astara rayonunun Züngüləş kəndi yaxınlığında İstisu çayı üzərində 2010-cu ildən başlayaraq su elektrik stansiyası inşa edilir. Hazırda tikintisi davam etdirilən bu stansiya mütəxəssislərin ilkin araşdırmalarına görə elektrik enerjisi istehsalatında yanacağa qənaət eləməklə yanaşı ətraf mühitin qorunması baxımından da mühüm rol oynayır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Suvarma Sistemləri İdarəsi tərəfindən rayonda əkin sahələrinin, yaşayış məntəqələrinin sel sularından mühafizəsi üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, əsasən mühafizəsi diqqətə saxlanılan sahil ərazilərində 16 km uzunluğunda mühafizə bəndi tikilib. Yerlərdə müasir tələblərə cavab verən təhsil müəssisələrinin tikilməsi şagirdlərin elm və dünya görüşünün artırılmasında mühüm rol oynayır. Məhz ölkə prezidentinin təhsilə xüsusi qayğısı sayəsində ölkəmizin hər yerində, o cümlədən Astara rayonunda dövlət proqramı çərçivəsində bir sıra işlər görülüb. Onlardan biri də 2012-ci ildə tikilən Astara şəhər 7 saylı tam orta məktəbdir. İstilik sistemi ilə tam təmin olunan 2 mərtəbəli məktəbdə 11 sinif otağı, fizika, kimya, biologiya, laboratoriya kabinetləri, kompüter otağı, kitabxana, idman və akt zalı var. Kakaloz kəndində 640 nəfər üçün nəzərdə tutulan bir saylı tam orta məktəb əsaslı təmir etdirilərək əhalinin istifadəsinə verilib. Son 5-6 ildə rayonda 23 yeni məktəb istifadəyə verilib. Hazırda 10 məktəbdə təmir və tikinti işləri davam etdirilir. Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı istiqamətində aparılan işlər də Astara rayonunda həyata keçirilən mühüm sosial layihələr sırasındadır. Bu layihə çərçivəsində rayonda bir sıra tədbirlər həyata keçirilib. Onlardan biri də Astara şəhər 2 saylı uşaq bağçası körpələr evidir. Yararsız vəziyyətə düşən bu təhsil müəssisəsində 2012-ci ildə əsaslı təmir işləri aparılaraq uşaqların məktəbə qədərki hazırlığı üçün ideal şərait yaradılıb. Burada qrup, yataq, həkim, yeməkxana, musiqi otaqları, sanitar qovşağı, hovuz, idman zalı fəaliyyət göstərir. Müstəqil Azərbaycan idmanının inkişafında dövlət başçısının diqqət və qayğısı açıq şəkildə hiss olunur. Məhz bunun nəticəsidir ki, ölkəmizin hər yerində idman kompleksləri tikilir. Onlardan biri də 2006-cı ildə Astara rayonunda inşa olunub. Ərazisi 5 hektar olan kompleksin böyük idman zalında mini futbol, voleybol, basketbol, tenis yarışları keçirilmək üçün hər cür şərait yaradılıb. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu da beynəlxalq standartlara cavab verir. Daxilində yaradılan qonaq otağında və konfrans salonunda müxtəlif tədbirlər keçirmək mümkündür. Ərazisində 40 nəfərin qala biləcəyi hər cür şəraiti olan 2 mərtəbəli 4 kotej inşa olunub. Rayonda daha bir idman kompleksi Astara boks mərkəzi də tikilərək ötən il təhvil verilib. İdman qurğusunun ərazisində hər tərəfli abadlıq və yaşıllaşdırma işləri aparılıb və süni örtülü açıq mini futbol meydançası tikilib. Meydançanın işıqlandırma sistemi də müasirliyi ilə seçilir.
Burada Beynəlxalq Boks Federasiyaları Assosiasiyasının standartlarına uyğun quraşdırılan məşq salonu idmançıların ixtiyarına verilib. Müasir standartlara cavab verən binada məşqlər üçün hər cür şərait yaradılıb. Rayon sakinlərinin sağlamlığına olan qayğını daha da artırmaq üçün 2013-cü ildə mərkəzi xəstəxana yenidən qurulub və əsaslı təmirdən sonra rayon əhalisinin istifadəsinə verilib. Artıq müalicə və müayinədən ötürü insanlar başqa rayonlara və xarici ölkələrə üst tutmayacaqlar. Öz doğma yurtlarında müasir tibbi avadanlıqlarla təchiz olunan xəstəxanada tibbi xidmətlərdən yararlana biləcəklər. Azərbaycanın qədim bir tarixə, mədəniyyətə sahib olduğunu təbliğ eləməkdə tarix diyarşünaslıq muzeyləri mühüm əhəmiyyət daşıyır. Bölgələrdə yaradılan muzeylərdən biri də Astara rayonunda təşkil olunub. Burada ölkə və yerli əhəmiyyətli eksponatlar saxlanılır ki, bu da tariximizin gələcək nəsillərə aşılanmasında böyük rol oynayır. Onu da qeyd eləyək ki, fondunda 8000-dən çox eksponat saxlanılan bu muzeydə ən qədim tarixin müəyyən dövrlərini özündə yaşadan daş, dəmir, tunç dövrlərinə aid eksponatlar var. Tarix Diyarşünaslıq Muzeyinin rayonun başqa kəndlərində də filialları fəaliyyət göstərir ki, onlardan biri də Kakalos kəndində yerləşir. Burada da rayonun və ümumilikdə Azərbaycanın tarixini özündə yaşadan bir çox nümunələr saxlanılır. Ən qədim eksponatlar isə İslam dininə aid ədəbiyyatlardır. Azərbaycanın bütün bölgələrində, o cümlədən Astarada inşa olunan Heydər Əliyev mərkəzi də Ulu Öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin böyük bir qərinəsinə nəzər salmağa imkan verir. Orijinal memarlıq üslubunda tikilən Heydər Əliyev mərkəzi 2011-ci ildə rayon ictimaiyyətinin istifadəsinə verilib. 2 mərtəbəli binanın girişində Ulu Öndərin büstü qoyulub. Mərkəzdə ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan uşaqlıq və gənclik illərini əks etdirən fotoşəkillər toplanıb. Bundan başqa 1969-1982-ci illərdə Respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər 1993-cü ildə xalqımızın təkidi tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı quruculuq işlərindən bəhs edilən materiallar yer alır. Burada bir sıra dərnəklər fəaliyyət göstərir ki, bu da gənc nəslin dünya görüşü, bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı çərçivəsində Xəzər dənizinin sahil boyu ərazisində uzun illər su altında qalan torpaq qatı qurudulmaqla burada bulvar və çimərlik salınır. Ərazi tam hamarlandıqdan sonra layihə əsasında tikinti işlərinə başlanılacaq. Bulvarın bu ilin sonunda əhalinin istifadəsinə verilməsi nəzərdə tutulub. İnsanların mənzil tələbatının ödənilməsi sahəsində də Astara rayonunda bir sıra layihələr həyata keçirilir. Belə layihələrdən biri də şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yaşayış evlərinin verilməsidir. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət mərkəzi avtomagistralların, regionlarda isə kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilib. Bu proses Astara rayonunda da geniş vüsət alıb. Belə ki, ümumi smeta dəyəri 2 milyon 680 manat olan Ərçivan, Şuvi, Alaşa, Qapıçı məhəllə avtomobil yolunun tikintisi ötən il başa çatdırılıb. Yolun uzunluğu 13,5 km, asfalt örtüklü hərəkət hissəsinin eni isə 6 metrdir. 1200-ə yaxın əhalisi olan Deqədi kəndindən Pəlikeş icra nümayəndəliyinə qədər avtomobil yolu əvvəllər bərbad halda olduğundan əhali ciddi çətinliklərlə üzləşirdi. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 12.000 əhalinin istifadə elədiyi bu yolun tikintisi sürətlə davam etdirilir. Ümumilikdə 21 km məsafəni əhatə eləyəcək yolda nəqliyyatın təhlükəsiz və rahat hərəkəti üçün hər cür şərait yaradılacağı planlaşdırılır. Prezidentin ehtiyat fondundan Astara, Bala Şahağacı avtomobil yolunun yenidən qurulması məqsədi ilə Astara rayon icra hakimiyyətinə 3,5 milyon manat məbləğində vəsait ayrılıb. Uzunluğu 18 km olan bu yol Astaranın Şağacı, Kolatan, Şiyəkəran, Kakalos, Pensər kəndlərindən keçərək Astara-Bakı yoluna birləşir. Rayon ərazisində avtomobil yollarının, kənd-ara yollarının tikilməsi, o cümlədən körpülərin inşası ilə bağlı proqram çərçivəsində deməli ümumilikdə rayon ərazisində 81 km asfalt yolu çəkilmiş, o cümlədən 6 körpü inşa edilmişdir. Şəhər ərazisində isə küçə və prospektlərdə 6,5 km ümumilikdə yolların asfaltlaşması həyata keçirilmişdir.
Astara rayonunun sosial-iqtisadi inkişafı getdikcə daha da sürətlənir və başa çatan layihələrlə yanaşı qarşıya qoyulan tələblər də dövlət başçısının nəzarəti altında uğurla həyata keçirilir. Təkcə bir il ərzində cənab prezident Astara rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar 3 sərəncam imzalayıb. Bu sərəncamlarda ümumilikdə rayona 7,3 milyon manat vəsait ayrılıb. Bu da rayonun sosial-iqtisadi inkişafı, tikinti, quruculuq və abadlıq işlərinin ardıcıl inkişafını daha da sürətləndirib.